Nə üçün biz Əhl-i Beyti sevirik? Əhl-i Beytin sevgisi nə üçündür? Görəsən bu yalnız ilahi bir əmrdir, ona görə biz Əhl-i Beyti sevirik. Ki Allah Qur'an-ı Kərimdə Şura surəsi 23-cü ayədə buyurur: "Dey ya Rasulallah, mən bu dini çatdırmağın müqabilində sizdən heç bir şey istəmirəm. Yalnız istisna var. Yalnız nə istəyirəm sizdən? Yaxınlarımı sevmək." Bu ayənin təfsirində qaynaqlardan nəql olunan hədislər bildirir ki, burada qurbadan, yaxınlardan məqsəd Peyğəmbərin Əhl-i Beyti Aliyun, Fatimə, Həsən və Hüseyn aleyhimussalam bunlardır. Bizim Əhl-i Beyti sevməyimiz yalnız şər'i bir vəzifədirmi? İlahi bir əmr olduğuna görə, Peyğəmbərdən gələn bir əmr və ya tövsiyə olduğuna görə mi sevirik Əhl-i Beyti? Gəlin öncə bir insanı sevməyin və ya bir insana nifrət etməyin meyarı nədir? Nəyə görə insan birini sevməlidir və ya nəyə görə birindən nifrət etməlidir? Bunu təyin eləyək. Bunun üçün bir müqəddimiyə ehtiyacımız var. Allah Subhanahu və Teala varlıq aləmində hər şeyin əsasıdır. Hədəf Allahın özüdür. İnsan Allahı başqa məqsədlər üçün vasitə seçsə, xəta eləyib, səhv edibdir. Varlığın hədəfi Allah-u Teala'dır. Qur'an-ı Kərimdə də Allah buyurur: "İnna lillahi və inna ileyhi raciun." Hamımız Allah'ınıq və hamımız Allah'a dönəcəyik, ona doğru dönməkdəyik. Allah Teala mütləq kamillikdir və bu mütləq kamilliyin bir həddi yoxdur. Allah'ın kəmalı vəsf oluna bilməz. İmam Zeynulabidin əleyhissalam dualarında buyurur: "Dillər onun sifətini vəsf etməkdə yorular, vəsf edib bitirə bilməz. Ağıllar onun həqiqətini dərk edə bilməz." İnsanın Allah'a olan sevgisi nədən irəli gəlir? Qur'an-ı Kərimdə buyurur: "Əllezine amenu eşeddu hubben lillah." O kəslər ki, iman gətiriblər, Allah'ı daha çox sevərlər, daha şiddətli şəkildə sevərlər. Allah insanı bir cür yaradıb ki, insan kamilliyi sevəndir. İnsan fitrətən, təbiətən kamilliyi sevir. Bu insanın fitrətindən, təbiətindən irəli gəlir. Kimsə bunu bizə öyrətmir, təlqin eləmir. Hər bir insan öz içində, öz daxilində, fitrətindən bunu duyur ki, kamilliyi sevir. Kamilliyi nədə görsə onu sevir. Və mütləq kamillik Allah'dır, Allah'tan qeyrisi deyil. Allah üçün hüdud yoxdur, məhdudiyyət yoxdur. Çünki məhdud olan Allah ola bilməz. Allah'ın elminin, Allah'ın qüdrətinin, Allah'ın hikmətinin, Allah'ın bütün o ali sifətlərinin heç bir hüdudu yoxdur. Ona görə də insan Allah'ı nə qədər vəsf etsə də, bu vəsfdə Allah layiqincə vəsf edə bilməyəcəkdir.